Salam izləyicilər, bu video dərsdə Word proqramında CV hazırlama yolunu öyrədəcəm. Bunun üçün iş masasında boş hissədə mouse'un sağ düyməsini icra edirik. Açılan kontekst menüsündə mouse'un göstəricisini new əmrin üzərinə gətiririk və açılan alt menüdə Microsoft Word Document sətrin üzərində mouse'un sol düyməsini bir dəfə vururuq və nəticədə Word faylı yarandı və buna hər hansı bir ad yazırıq və mouse'un sol düyməsini boş hissəyə vuraraq təsdiq edirik və Word faylimizə daxil olmaq üçün mouse'un sol düyməsini 2 dəfə ardıcıl sıxırıq. Bundan sonra burada bizim bir nümunəmiz var. Bu nümunəni hazırlayacağıq. İlk növbədə insert tabına daxil oluruq. Əgər sizdə menu rus dilindədirsə Выставка yazılacaq burada və baxın, ilk növbədə biz nə edəcəyik? Biz burada Illustrations lent qrupunda, İllüstrasiya lent qrupunda Shapes, yəni fiqur adlı bir əmr var. Bu əmrə daxil olacağıq. Buradan düzbucaqlı rectangle, yəni fiqurunu seçəcəyik və yuxarı hissədən mouse'un sol düyməsini basıb saxlayaraq çəkəcəyik. Bir qədər də cüzi tərəfə verim və buradan da aşağıya doğru tam belə deyək, səhifəni əhatə edəcək səviyyədə çəkirik. Bundan sonra bu fiqurun üzərində mouse'un sağ düyməsini vururuq və burada açılan kontekst menüdə Format Shape adlı bir əmr var. Bunu kliklədikdə burada eyni adlı panel açılır. Burada Fill bölməsində Gradient Fill hissəsindən keçirik. İstəyirəm ki, buraya bir neçə rəng verim. Burada mouse'un sol düyməsini bir daha vurub bu rəng nöqtələrini silirəm və 2 rəng saxlayıram. Birincinin üzərində mouse'un sol düyməsini bir daha vururam və buradan More Colors hissəsinə daxil oluram və buradan mavi rəng seçirəm. OK düyməsini sıxıram və ikinci rəng nöqtəsi üzərində mouse'un sol düyməsini bir daha vurub məsələn çəhrayı rəng seçəcəm. İndi bu təbii ki, nümunədir, yəni hər kəs öz istədiyinə uyğun olaraq rəngləri seçib tətbiq edə bilər və bundan sonra Direction bölməsində yenə zövqdən asılı olan bir məsələdir. Burada məsələn tip lineya, yəni xətti olmaq şərti ilə linear down seçimini edirəm. Zaten burada bu seçilmişdir. Yəni digərlərini seçsək bu formada əks olunacaq və ya məsələn burada var məsələn sol yuxarı diaqonal və ya aşağı diaqonal, sağ yuxarı diaqonal deməli və s. yəni müxtəlif formada var. Yəni linear down, yəni xəttə aşağı, yəni üfüqi formada bir istiqamət seçdim, yəni bunların əks olunması üçün. İstəsəniz burada məsələn brightness, parlaqlıq, məsələn bu seçimləri də zövqünüzə uyğun olaraq tətbiq edə bilərsiniz. Elə mən standart elə 0% göstərisində saxlayıram. Transparency isə şəffaflaşdırmadır, yəni şəffaflaşdıra da bilərsiniz. Və bundan sonra hələ ki close düyməsini sıxıram və bu paneli bağlayıram. Bundan sonra mətn qutuları bura əlavə edəcəm. Bunun üçün insert tabında, yəni Выставка lent tabında text adlı lent qrupunda text box rus dilində nadpis əmridir. Bunun üzərində deməli mouse'un sol düyməsini vururam və buradan draw text box əmrini seçirəm, yəni karandaşla çəkirəm. Həmçinin bunu yəni bayaqki Shapes əmrindən də etmək olardı. Yəni burada ən birinci obyekt zaten text box, yəni mətn qutusudur. Və buradan deməli yəni mətn qutuları da əlavə eləmək olar, yazmaq olar və bir qeydim də budur ki, yəni biz zaten rectangle fiqurunu da əlavə etməklə də yəni eyni demək olar ki
işi görmüş olacağıq. Lakin de burada görürəm ki, normalda mətn qutusu əlavə etdikdə və ya rectangle əlavə etdikdə bu düzbucaqlı formada əks olur. Lakin bizdə şəkildə görürük ki, bunlar küncləri dəyirmidir. Ona görə biz burada rectangle ilə yox, yəni və ya textbox ilə yox, burada rectangle rounded corners, yəni düzbucaqlı lakin küncləri dəyirmə olan fiquru seçirik və bundan sonra burada deməli mouse'un sol düyməsini basıb saxlayaraq müəyyən bir ölçüdə çəkirik bunu. Bunu etdikdən sonra gəlin bir qədər çox aşağıya verməyək bunu. Bunu etdikdən sonra deməli hansı əməliyyatlar yerinə yetirəcəyik? Deməli bu fiqur seçili olduğu halda format alət basılır. Burada deməli shape fill əmri var. Zalivka fiqura əmri. Bu əmrə daxil oluruq. Burada no fill etsək fikir verirsiniz, yəni daxili boş olacaq. İndi burada tam olaraq o yerinə yetirilməyib, yəni tam boş edilməyib, yəni şəffaflaşdırma prosesi həyata keçirilib. Gradient hissəsindən mo gradientsə vururam. Yenə həmin panel açılır. Burada transparency hissəsində, yəni şəffaflaşdırma hissəsində məsələn qeyd edirik burada 80%. 80% etdikdən sonra bu şəffaflaşdı və bu çəkdiyimiz deməli dəyirmi düzbucaqların belə deyək kənarlarını istəmirəm. Yəni konturlarını istəmirəm görsənsin. Bunun üçün də outline, shape outline, yəni konturun fiqur əmrinə daxil olub buradan no outline edirəm və buradan deməli daha doğrusu bunu seçmək lazım idi. Mən bu yəni ümumi çəkdiyim ən birinci düzbucalıya verdim. Zaten elə orada da konturları bağlamaq lazım idi. Deməli bu fiquru seçirəm və buradan da no outline əmrini sıxıram ki, yəni bunun konturları görsənməsin. Və bundan sonra bu hissəyə daxil oluruq. Biraz konturların ölçülərini kiçildək, yəni daha doğrusu dəyirminin miqdarını kiçildək. Yəni gəlin rəng verin bunun daxilinə, açıq aydın görəsiniz. Məsələn ağ rəng verək, amma biz bunu şəffaflaşdırmışıq. Gəlin bunu 0% edək. Baxın, bunu bir qədər, bir balaca kiçildirəm və yenidən 80% edirəm. Rəngin ağ qalması da yəni saxlamaq olar. Zaten ağ rəng etdikdə daha yəni şəkildəkinə uyğun oldu. Məsələn biz bayaq burada no fill seçmişdik. Yəni no fill seçib daha sonra buradan 80% edirik. Yəni no fill etdikdə zaten yəni şəffaflaşdırma etmək üçün mütləq rəng seçmək lazımdır. Yəni rəngsiz də olmur. Ona görə 80%, yəni ağ rəngi seçib 80% edirik. Yəni no fill etdikdə yəni ümumiyyətlə yəni görsənmir. Yəni siz təbii ki görsənmədiyi üçün şəffaflaşdıra bilməyəcəksiniz. Bundan sonra yenə bu paneli bağlayıram və bu fiqur seçili olduğu halda Ctrl Shift mouse'un sol düyməsini basıb saxlayıb kənara doğru çəkirəm. Deməli əməliyyatı ləğv edeyim. Deməli Ctrl Shift mouse'un sol düyməsini basıb saxlayaraq çəkirəm və daha sonra bunu da böyüdürəm. Yəni biz bunu ona görə etdik ki, yəni belə deyək, yenidən bunu əlavə edib, künclərinə dəyirmə edib, yəni bu proseslərə yenidən həyata keçirməyək və format alə tabında shape fill, yəni Zalivka fiquru həminə daxil olub.
buradan ağ rəngi seçirik. Zaten ağ rəng seçilib. Burada demək ki, bizə lazımdır şəffaflaşdırmanı söndürək, yəni 0% edək. Yəni ağ rəngdə əks olunsun. Bundan sonra bu yenə küncləri də dəyişək. Ölçülərini, aha, yaxşıdır. Bundan sonra bir mətn qutusu da əlavə edib yazmaq olar. Məsələn, Shapes əmrinə daxil oluram və burada format alət tabında da var bu əmr, yəni eyni zamanda insert tabında da. Buradan normal rectangle seçirəm, yəni küncləri dəyirmi olmayan, ya da ki text box da seçə bilərdim və başlayıram, bir düzbucaqlı çəkirəm və bunun içərisini no fill edirəm, yəni deməli içərisində yəni rəng olmasın, eyni zamanda no outline edirəm, konturları da olmasın və burada həmin adı daxil edirəm və bundan sonra bu adı seçib deməli home tabına daxil olaraq burada bu ortaya düzəni bunu sola düzəndirmək lazımdır. Yəni Glavlen tabında, rus dilində və burada şrifti Broadway seçirəm və ölçünü də bir qədər böyüdürəm. Hətta məsələn bunu 30 yazaq, enter vuraq, daha yaxşı əks olunsun. Bundan sonra bunu bir qədər də kənara çəkək və buradan bir qədər də böyüdək. Görək başqa neçə verə bilərik. 32 yazsaq, 32 də yazsaq kifayət qədər yaxşı görsənir. Və belə deyək, bu deməli obyekt seçili olduğu halda mouse'un sol düyməsi və Ctrl Shift'i də basıb saxlayıb sürüşdürürəm və bundan sonra burada yazıram grafik designer və Ctrl A-nı basıram. Bu mətn qutusunun daxilində hamısı seçilsin. Şrifti ilk növbədə dəyişib Times New Roman edirəm. Ölçünü də bir qədər kiçildirəm və qalın edirəm. Məsələn 16 punkt verdim və təbii ki bunları da kiçildək, yəni lüzum yoxdur, yəni bunun böyük olmasının. Mouse'un sol düyməsini basıb saxlamaqla shift düyməsini də basıb saxlayıb sürüşdürürəm ki, yəni simmetriya ilə yuxarı doğru hərəkət eləsin və bundan sonra deməli bizə dəyirmi formada olan fiqur lazımdır. Deməli, yəni düzbucaqlı fiqur lazımdır. Yəni rectangle rounded corners obyektini seçirəm. Deməli, mouse'un sol düyməsini basıb saxlayaraq çəkirəm müəyyən bir ölçüdə, təxmini olaraq təbii ki, və bundan sonra yenə bunu rəngini ağ seçib şəffaflaşdıracam. Gradient hissəsindən də o gradientə vurmaqla da edə bilərəm, ya da format shape-i, yəni obyektin üzərində mouse'un sağ düyməsi vuraraq da, yəni format shape-ə vuraraq və açılan eyni adlı paneldən transparency hissəsindən 80% yazaraq da edə bilərəm. Etdikdən sonra, bunu etdikdən sonra künclərinin bir qədər dəyirmisini azaldaq və konturlarının rəngini ağ rəng verək. Hətta burada yəni outline, yəni deməli shape outline əmri, yəni konturun fiquru əmrini ağ rəngi seçib ağ rəngi etməklə bərabər weight, yəni şirina hissəsindən ölçüsünü bir qədər dəyişdirə bilərik. Təxmini ilə belə yaxşıdır. Yəni bu zövq məsələsidir. Shapes əmrinə daxil oluram və buradan deməli dairə, daha doğrusu elips, yəni oval fiqurunu seçirəm və mouse'un sol düyməsi və Ctrl düyməsi ilə birgə, daha doğrusu shift düyməsi və Ctrl düyməsi ilə birgə, daha doğrusu üzülü sayın,
mouse'un sol düyməsi və klaviaturadan shift düyməsini basıb saxlamaqla çəkirsiniz. Yəni qeyd edək ki, söhbət hansı düymədən gedir? Yəni shift düyməsi və mouse'un sol düyməsi. Deməli, bu obyekti də bir qədər mərkəzə gətiririk və buradan insert tabına daxil oluruq. Daha doğrusu şəkili normalda CV-yə qoymanın bir neçə üsulu var, açığı. Bunlardan biri insert lent tabında illustrations əmrinə daxil olub pictures əmri vasitəsilə, yəni illustrations lent qrupunda pictures əmri vasitəsilə də əlavə edə bilərsiniz. Lakin mən dairə çəkmişəm, bu dairənin içinə əlavə edeyim. Ona görə format alət tabına daxil oluram və buradan shape fill, yəni zalivka fiquru əmrinə daxil olub buradan picture seçirəm və buradan from a file seçirəm və burada iş masası CV şəklin bu qovluqdadır. Bu qovluğa daxil oluram və burada mouse'un sol düyməsini 2 dəfə vururam və nəticədə həmin şəkil oraya əlavə olundu və həmin deməli dairə obyektin də konturlarını ağ rəng edirəm və onun da buradan weight hissəsindən ölçüsündə misal üçün digərini bu ölçüdə etdim. Bunu bir qədər daha biraz seçilsin deyə biraz qalın etdim. Belə həmçinin istəsəz burada 2 dənə format alət tabı açılır. Biri fiqura aiddir, digəri isə şəkilə aiddir. Məsələn, şəkilə aid format alət tabında crop adlı əmri var. Məsələn, crop əmrinə daxil olsaq, siz buradan da müəyyən tənzimləmələr də apara bilərsiniz ki, məsələn, tutaq ki, bu ölçüdə olsun və bundan sonra fill məsələn əmrinə daxil olsaq müəyyən, yəni istədiyiniz formada tənzimləmələr apara bilərsiniz. Bu formada belə. Bir də qeyd edim ki, biz nəyə görə bu shapes, yəni deməli əmrində nəyə görə bu ellipsi, yəni shift düyməsi birgə çəkir. Normalda bu ellips çəkir. Shift düyməsindən basıb saxladıqda mouse'un sol düyməsini, yəni dairə çəkir. Bu səbəbdən və təbii ki, bu hissədə daxil olub, yəni orada məlumatları daxil edəcəksiniz. Haqqımda yazdıq və seçirik. Seçdikdən sonra qalın edək. Sol düyməni sıxaq və enter düyməsini basıb vuraraq 2 dəfə və digər məlumatları burada yazacaqsınız. Yəni özünüzlə bağlı məlumatı vaxt getməsin deyə təbii ki yəni yazmıram. Yəni özünüz daxil edəcəksiniz. Yəni təbii ki, bu məlumatlar özünüzə aid olan məlumatlardır və burada insert tabına yenidən daxil oluram və burada shapes deməli əmrinə daxil olub. Burada Terminator adlı, yəni flowchart bölməsində Terminator adlı bir fiqur var. Bu fiquru seçirəm və mouse'un sol düyməsini basıb saxlayaraq çəkirəm. Çəkdikdən sonra və deməli daxilinə ağ rəng edirəm və bunu da deməli format shape-dən 80% edirəm, şəffaflaşdırıram və ağ rəng verirəm və bunun da konturların deməli ölçülərini bir qədər dəyişdirirəm və bu obyekt seçili olduğu halda mouse'un sol düyməsi, Ctrl Shift düyməsini birgə basıb saxlayaraq bunun sayını artırıram və hətta istəsəz ki, bunlar arasındakı məsafələr də eyni olsun. Birini seçirsiniz, Ctrl düyməsini basıb saxlayıb digər obyektləri mouse'un sol düyməsini vuraraq seçirsiniz. Bundan sonra təbii ki, seçərkən ehtiyatlı olmaq lazımdır. Burada yəni
belə deyək, seçən zaman kiçik kvadrat işarəsi görsəndikdə, yəni mousun sol düyməsini vurmalısınız. Bir daha göstərim, məsələn, çıxım seçimdən, deməli birini seçdim, kontrol düyməsini basıb saxlayıram və baxın, kiçik mousun göstəricisi altında kiçik kvadrat işarəsi var. Yəni bu göstərdikdə mousun sol düyməsini vurmaq lazımdır. Və bundan sonra format alət tabında Arrange adlı lent qrupu var, hansı ki bu elə layout tabında da burada var. Və burada Align adlı bir əmr var. Həmçinin burada da görürsünüz, Align adlı bir əmr var. Bu əmrə daxil oluruq. Burada Distribute Vertical, yəni şaqlı olaraq bərabər payla əmrini sıxırıq. Görürsünüz, bunlar arasındakı ölçülər eyni oldu və buraya simvolları daxil edəcəksiniz. Yəni, məsələn, görürsünüz, mesaj simvolu, deməli, telefon işarəsi, WhatsApp işarəsi. Bunun üçün necə edə bilərik? Məsələn, deməli, mousun sol düyməsini bir dəfə hər hansı bir obyektə vuraraq çıxırıq və mousun sol düyməsi yenidən bu obyekti seçmək üçün vururuq. Yəni, təbii ki, həmin obyekt üzərində. Burada insert tabına daxil oluruq. Burada symbols əmrinə və fikir verirsiniz, bu əmr altındakı, daha doğrusu symbols adlı lent qrupun içində symbol adlı əmr var. Bu əmr passivdir. Onda bunu biz, bu məktub işarəsini demək ki, başqa formada əlavə etməliyik. Əslində qalsa bunu etməyin bir yolu da var. Məsələn, icons əmri var. Köhnə versiyalarda bəzən bu belə deyək də bu olmur, açığı. Yəni normalda iconsa daxil olsaq burada müəyyən bəzi simvollar var. Həm də burada açığı telefon məktub işarəsi olsa belə WhatsApp-ın işarəsi olmayacaq təbii ki. Amma yenə də buradan yəni əlavə etmək mümkündür. Müxtəlif belə simvollar var. Yəni buradan da yararlana bilərsiniz. Müxtəlif, yəni lazımı, sadəcə lazımı simvolu axtarıb tapmaq lazımdır. Ya da başqa bir şey edə bilərik. Məsələn, gəlin belə bir şey edək. Məsələn, başqa bir Word sənədində əvvəlcədən insert tabına daxil oluruq və buradan deməli symbols əmrinə daxil oluruq və buradan symboldan gəlir move simbola, deməli symbols lent qrupunda simbol əmrinə daxil oluruq və burada məsələn yazırıq Windings yaza da bilərsiniz, ya da ki bu deməli sürüşdürmə çubuğu vasitəsilə də aşağıya gəlir. Windings 2-ni seçək. Burada telefon işarəsi var. Bunu seçək, insert düyməsini vuraq. Həmçinin deməli Windings 2-dən çıxaq, Windings-ə gedək və burada da məktub işarəsi var. Eyni zamanda burada da var idi telefon işarəsi. Insert, yəni əmrini sıxlıq close edək. Fikir verirsiniz, bunlar artıq buradadır. Onun tabına daxil olar və biraz bunların ölçüsünü də böyüdək. Bunlar artıq burada var. Bir də bizə lazımdır WhatsApp işarəsi. Normalda siz bunu internetten şəkil olaraq da endirə bilərsiniz, ya da ki əgər sizin belə deyək kompüterinizdə Font Eva Sam adlı şrift varsa, indi bir çoxunuzda təbii ki bu olmayacaq. Bununla bağlı YouTube kanalımızda video var, yəni Font Eva Sam adlı şrifti necə əlavə eləmək olar. Onun videosunun linkini də yerləşdirəcəm bu videonun deməli izah hissəsində, şərh hissəsində. Deməli burada Font Eva Sam adlı bir şrift var. Bu şrifti seçirəm və burada deməli bizə lazımdır WhatsApp işarəsi. Gəlin baxaq görək bu hardadır. Aha, bu hissədədir. Bunun üzərində də mousun sol düyməsini bir dəfə vurub ya insert düyməsini sıxaraq, ya da ki mousun sol düyməsini 2 dəfə vuraraq da əlavə eləmək olar. Deməli bizə lazım olan simvolları buraya əlavə elədim və bundan sonra bu simvolları buradan götürüb buraya əlavə eləyə bilərəm. Məsələn, seçirəm bunu
kat düyməsini sıxıram və buraya gətirib qoyub burada paste əmrini sıxa bilərəm. Həmçinin gəlin miqyasını çox böyükdür, bu biraz kiçildək. Məsələn olsun 18. Burada da məsələn məktubu seçirəm, buradan kat əmrini sıxıram. Yenə əlavə eləyək və bu da seçək, bunu 18 edək və WhatsApp işarəsində seçdik, kat əmrini sıxdıq, qısa yolu Ctrl X-dir və bunu da əlavə edək və bunu da seçək, ölçüsünü bir qədər kiçildək, 18 edək. Aha, yaxşıdır, bundan sonra bu Word faylını alırıq. Deməli, yəni Ctrl N düyməsini vuraraq da, yəni müvəqqəti bu Word sənədi yarada bilərsiniz. Yəni lazım olmadıqda artıq X-i vurub çıxın. Və bundan sonra o həmin məlumatları buraya daxil etmək lazımdır. Məsələn yazıram Turan Rasulov. Bu ölçü həqiqətən çox böyükdür, bir qədər kiçildə, yoxsa əks halda məlumatımız yerləşməyəcək və deməli @işarəsi@gmail.com yazdıq. Hətta bu da bir qədər böyük oldu. İstəsək bu obyektləri də biz belə böyüdə bilərik kənardan, ya da ki şrifti yenə məcburi olaraq kiçildək. Deməli 12 edək. Elə o telefon işarəsi də elə 12 ölçüsündə olsun. Çünki əks halda yerləşmir. Məcburi olaraq bunu etdik belə. Seçirik, qalın edirik. İstəsəydik, məsələn, bax, yenə də deyirəm, yəni əgər siqanə etmirsə bu, yəni istəsəniz, məsələn, bu hissələri bir qədər kiçildək, məsələn, bu hissəni bir qədər kiçildək, bu hissəni də bir qədər böyüdə də bilərik, yəni daha yaxşı, məsələn, oraya məlumatları yerləşdirmək üçün. Bir qədər çox oldu, biraz azaldaq, bunu da bir qədər böyüdək. Məsələn, baxın, bu obyekti seçirik, deməli, seçdikdən sonra bunu bir qədər böyüdək, böyütdükdən sonra şəkildə seçək, eyni zamanda deməli, biraz mərkəzə doğru gətirək və bunları da eyni zamanda müvafiq olaraq, ya da ki belə də edə bilərdik, əslinə qalsa birini seçdik, kontrol düyməsini basıb saxlayaraq digərlərini də seçirik və bundan sonra eyni anda bunları böyüdək, daha tez olsun, həm də dəqiq olsun bunların ölçüləri. Demək ki, deməli bundan sonra boş hissəyə vurub çıxırıq və bundan sonra həmin bu mətn hissəsini seçirik, qalın edirik, biraz məsələn, bunu tamamlayaq, .com yazaq. Aha, bundan sonra istədiyimiz oldu və bundan sonra yenə burada da məsələn nömrə, deməli üzrlü sayın, biz bu məlumatı yanlışlıqla buraya daxil etdik, ya da ki işarələrin daha doğrusu yerlərini dəyişmək olar. Məsələn, bunu kəsək, buradan buraya əlavə eləyək ki, yanlışlıq oldu. Kat yenə seçdik, kat etdik, burada paste edək və bundan sonra plus 994 məsələn 50 boşluq, təbii ki nömrənizi yazacaqsınız. Deməli bunu da seçək, ölçüsünü 12 edək, qalın edək, eyni zamanda kopyalayaq. Əgər məsələn WhatsApp nömrəsi fərqlidirsə və ya eynidirsə, yəni müvafiq olaraq, yəni ya eynidirsə olduğu kimi saxlayasınız, fərqlidirsə təbii ki dəyişdirəsiniz müəyyən bu rəqəmləri. Bunu da təbii ki necə etdik, yəni seçdik, kopyaladıq və lazım hissəyə gətirib qoyub paste əmrini sıxdıq
Bundan sonra bizə lazımdır bax bu hissə dillər hissəsi və burada dillər və dairələr, yəni o həmin dillər üzrə biliyi əks etdirən, yəni hissədir, yəni daha doğrusu yəni həmin dil üzrə, yəni dil bilici səviyyəsini əks etdirən bu dairələri seçəcəyik. İlk növbədə deməli məsələn bu qrafik dizayner adlı obyekti seçirik. Ctrl Shift və mouse'un sol düyməsi vasitəsilə bunu bir qədər çəkirik aşağı, yəni yenidən çəkib bu prosesləri yerinə yetirməmək üçün və burada dillər sözünü yazıram və bundan sonra deməli dilləri daxil eləyəcəyik aşağıda. Deməli Ctrl Shift aşağını basıram. Gəlin bunu seçək, baxın, silək daha doğrusu. Mouse'un sol düyməsini vururam, basıb saxlayıram daha doğrusu. Ctrl Shift və deməli yenidən indək. Mouse'un sol düyməsini sıxdım, saxladım. Ctrl və Shift düyməsi birgə sıxıb saxlayıram. Fikir verirsiniz, tam olaraq paralel getmir. Əgər bu belə olsa, demək ki, Ctrl Shift'i birinci basaq, sonra mouse'un sol düyməsini basıb saxlayaq. Yəni bu formada edə bilərsiniz. Lakin mən bunu etdikdə bir qədər səhv elədim. Ctrl Shift və mouse'un sol düyməsini. Aha, dəqiqə. Çünki bu belə paralellik bizə önəmlidir. Düzdür, olmasa belə, yəni sonradan da etmək olar. Birinci təbii ki, burada mouse'un sol düyməsini basıb saxladıqda bu istədiyim mövqeyə getmədi. İndi Ctrl Shift və mouse'un sol düyməsini basıb saxlamaqla çəkirəm. Gördüyünüz kimi alındı və burada yazıram İngilis dili və burada bunu bir qədər kiçildək, ehtiyac yoxdur bunun belə böyük olmağı. Ctrl sol düyməsini basıb saxlayıram. Daha doğrusu Ctrl Shift düyməsini və mouse'un sol düyməsini basıb saxlayıram və yenə eyni qaydada bunları artırıram. Ctrl Shift və mouse'un sol düyməsini çəkməklə. Yəni hər dəfə yenidən bunları yazmayım. Rus dili, Alman dili, Fransız dili, yəni bunları daxil edirəm burada. Və bu istəyirəm ki, bunlar da eyni, aralarındakı məsafə eyni olsun. Seçirəm birini, Ctrl düyməsini basıb saxlayıram. Baxın, burada yenə kvadrat işarəsi əks olunsa, mouse'un sol düyməsini vuracaqsınız. Yenə vurdum. Fransız diliyə gəlirəm və burada da kvadrat işarəsini gördükdən sonra baxın, yanlışlıqla böyük düzbuzanı seçdik, onu yenidən vurub çıxaraq fransız dilini mən seçmək istəyirəm. Seçdim və bundan sonra yenə layout ya da format alət tabından align adlı əmr var. Bunları distribute vertical edirəm ki, yəni şaqlı olaraq onlar arasındakı məsafə bərabərləşsin. Bərabərləşdi və bu hissəyə vururam və bunların yanında bir qədər miqyası böyüdürəm. Dairələr çəkəcəm. Home tabına daxil olaram. Daha doğrusu insert tabına daxil olaram. Buradan shapes əmrinə daxil olaram və buradan ellips deməli fiqurunu seçirəm və shift düyməsi ilə birgə çəkirəm ki, bu həqiqətən də ellips yox, dairə olsun və deməli içərisini ağ rəng edirəm və konturunu da ağ rəng edirəm və weight-i də bir qədər artırıram. Bu mənə lazım olacaq. Deməli Ctrl Shift və mouse'un sol düyməsi ilə basıb saxlayıb çəkirəm. Yəni artırıram bunları. 5 dənə etdim və birini seçirəm. Ctrl düyməsini basıb saxlayaraq digərlərini də seçirəm və bunlar arasındakı məsafəni də bərabərləşdirmək üçün, çünki mən təxmini çəkmişəm. Bunların hər birini seçmək lazımdır. Birini seçirsiniz, Ctrl düyməsini basıb saxlayaraq digərlərini mouse'un sol düyməsi onların üzərində vuraraq seçirsiniz. Yenə align əmrinin daxilində bu səfər distribute horizontal, yəni üfüqi olaraq bərabərləşdir. Bunu sıxırıq ki, bunlar arasındakı məsafə tam olaraq eyni olsun. Əgər
ciddi bir dəyişiklik baş verməsə, demək ki, təxmini olaraq eyni etmisiniz. Bəzən bu dəyişikliklər olur. İndi gördüyünüz kimi oldu. Yəni çox xırda fərq olanda təbii ki, normalda insan gözü ilə o seçilmir, amma mütləq o əmr o prosesi həyata keçirir. Və bunların hər biri də seçilidir və gəlin bunları da burada qrup əmri var. Qrup əmri vasitəsilə qruplaşdıraq və mouse'un sol düyməsi, daha doğrusu Ctrl Shift düyməsini basıb saxlayaraq mouse'un sol düyməsini də basıb saxlayıram. Bunları da belə deyək, çoxaldıram və boş hissədə mouse'un sol düyməsini, daha doğrusu buradakı sağ tərəfdəki boş hissəyə mouse'un sol düyməsini vuraraq çıxıram və təbii ki, mən bunu etdikdə burada bir problem yarandı. Gəlin əməliyyatları ləğv eləyək. Biraz səliqəli formada edək. Deməli, seçdik. Ctrl Shift və mouse'un sol düyməsini basıb saxlamaqla çəkdik. Yəni, və yaxud fikir verdirsə, bir qədər belə şəffaflaşmışdı. Və gəlin biraz bu hissəni düzəldək. Deməli, bir qədər Shift düyməsi ilə birgə bu səfər kontrol basmırıq. Çünki kontrol basanda kopyalayır. Yalnızca Shift düyməsi ilə bu mövqeyini düzəldirik. Aha, yaxşıdır. Alman dili də zənnimcə bir qədər mouse'un sol düyməsi və Shift düyməsi ilə birgə çəkib düzəldirik. Belə. Düzdür, bunları şaqli olaraq aralarındakı məsafəni bərabərləşdirməklə də edə bilərdik, lakin bu mətn ilə dairənin ölçəsi tam eyni deyil deyənə bunu o üsulla etmirəm. Yəni, əl ilə yalnızca Shift və mouse'un sol düyməsi ilə edirəm bunları. Yəni, qeyd edim ki, yəni bizim lazım olan düymələr Shift düyməsi, bir də və yaxud kopyalama lazım olanda Ctrl basırdıq. Ctrl Shift ona görə basırdıq ki, Ctrl kopyalasın, Shift isə onu simmetrik şəkildə, yəni o həmin istiqamətdə yeri dəyişə bilsin. Bundan sonra təbii ki, burada fikir verirsiniz, deməli, bunlardan bəzilərini açıq saxlayacaq içini. Deməli, bu dairəni seçdik və format alətlarına girib buradan no fill seçirik. Zaten seçdikdə burada yaddaşda o qalır. Sonra digər dairəni seçdik. Ctrl düyməsini də basıb saxlayıb digərini də seçirik və bunu da no fill edirik və burada baxaq, opslərdə də 3 dənəsi elədi. Birini seçirik, Ctrl düyməsini basıb saxlayıb digərlərini seçirik. No fill etdik və seçdik. Baxın, normalda siz bura vuranda bu hamısı bütöv seçilir. Bir dəfə də vurmaq lazımdır ki, sırf dairə seçilsin. Ctrl düyməsini basıb saxlayaraq mouse'un sol düyməsini digər dairələr üzərində vurduq və daha sonra no fill etdik. Hazırdır belə və keçək deməli sağ tərəfə. Sağ tərəfdə deməli bizə təhsil, təcrübə, bacarıqlar, hobbilər adlı bölmələr lazımdır. Bölmə başlıqları lazımdır. Bunun üçün yenə insert tabında əslində qalsa bunu buradan da kopyalama olar. Lakin gəlin sıfırdan edək bunu. Shapes-ə daxil oluruq. Yenə Terminator adlı obyekti seçirik və müəyyən bir ölçüdə çəkirik. Hətta belə bir şey də elə bilərik. Məsələn, bu seçilidir. Ctrl düyməsini basıb saxlayırıq. Ağ düz buzağın üzərində də vururuq və buradan Align hissəsinə daxil oluruq. Daha doğrusu əmrə daxil oluruq və burada Align Center edirik ki, yəni düz 10 mərkəzində olsun və bunun da rəngini Shape Fill-dən bənövşə edirik. Yanlışlıq etdik, deməli əməliyyatı ləğv eləyək. Boşluğa vuraq, çıxaq və daha sonra bu deməli obyekti seçək və buradan bənövşəyə rəngi tətbiq eləyək. Outline isə no outline eləyək. Ağ rəng də olsa zaten görsənməyəcək, çünki arxa fonda ağdır. Və burada təhsil sözünü yazaq
təhsil və seçək. Home tabından qalın edək, biraz yazın da ölçüsünü biraz böyüdək. Yaxşıdır. Ctrl Shift və mouse'un sol düyməsini basıb saxlayaraq, deməli bunu da Ctrl Shift və mouse'un sol düyməsini basıb saxlayaraq biraz artıraq. Deməli yenə Ctrl Shift və mouse'un sol düyməsi ilə basıb saxlayaraq bunları kopyalayaq və belə. Və bu sözləri də dəyişək. Buraya yazaq hobbilər. Buraya yazaq bacarıqlar. Buraya yazaq iş təcrübəsi. İş təcrübəsi və bundan sonra siz məsələn təhsil bölməsində Insert Len tabında Shapes-ə daxil olub buradan text box seçərək və ya burada da var həmin əmr. Yəni mətn qutusu çəkib, bunun içində artıq məlumatlar daxil edə bilərsiniz. Yəni tədris müəssisənizi, məsələn ixtisasınızı və ya hansı ildə məsələn bitirmisiniz, məsələn onu daxil edəcəksiniz bu formada. İş təcrübəsində də həmçinin yenə mətn qutusu və ya rectangle da seçmək olar və ya mətn qutusu da yəni məsələn çəkib ya da çəkməyə də ehtiyac yox. Burada kopyalaya da bilərik. Məsələn Ctrl Shift mouse'un sol düyməsini basıb saxlayaraq da edə bilərik. Nəyə görə? Yəni çünki ola bilər burada böyüyən şriftlər və ya formatlaşdırma əməliyyatları edə bilərsiniz, qalın eləyərsiniz, nəyinsə rəngini dəyişərsiniz buradakı yazıların. Məsələn istəmirsiniz onları yenidən eləyərsiniz. Məsələn sürüşdürürsünüz aşağı ki burada seçib məsələn dəyişdirəcəksiniz də işlədiyiniz məsələn şirkətin adı, orada vəzifənizi qeyd edəcəksiniz. Məsələn orada tarixi dəyişdirib yazacaqsınız ki məsələn hansı illər arasında məsələn də orada çalışmışsınız. Bu kimi məlumatları daxil edəcəksiniz. Sonra bizə lazımdır o bacarıqlar və hobbilər bölməsini düzəltmək. Bunun üçün məsələn hobbilər hissəsini yenə belə bir şey də edə bilərik. Məsələn yeni bir kontrolunu vuraraq yeni bir sənəd açaq. Burada insert tabında ikonusa daxil olaq. Məsələn buradan bəzi hobbinizə uyğun olaraq ikonalar seçərsiniz. Məsələn bura book yazıram. Kitab oxumaqdır məsələn. Hobbi üzərində olan sol düyməsini ikidə vururam. Bu niyə yeni sənədə əlavə edirəm? Normalda yəni digər sənədə əlavə etdikdə biraz problem baş verir. Yəni digər sənəddə bunlar düzəldib, sonra bunları kəsib oraya yerləşdirmək daha rahat olacaq sizin üçün. Deməli, yenə icons əmrinə daxil oluram. Məsələn, burada məsələn bu ikonanı seçirəm və tutaq ki, yenə daxil oluram. Məsələn bu məsələn basketbol topu fərqi yoxdur da, yəni bu velosiped də ola bilər, xizək də ola bilər, yəni təbii ki sizin hobbiniz nədirsə onu qeyd edirsiniz. Məsələn basketbol topunu seçdim və bundan sonra bunları yəni bayaqki qayda ilə kəsib buraya yerləşdirmək lazımdır. Bundan sonra gəlin belə eləyək, bunları da seçək, buradan daxil olub square seçək, yəni problem olmasın yerləşdirəndə bunları square seçək, hər birini seçək, buradan square seçək. Deməli kəsək buradan, gətirib burada paste edək, paste etdikdə gəldi, düşdü buraya. Bunu lazım hissəyə gətirib qoymaq lazımdır. Square ona görə etdim ki, yəni normalda öz versiyasında kəssəm, yəni müəyyən qədər yəni sənəddə problem yaranır. Yəni o problemi əvvəlcədən yəni gördüyüm üçün
Ona görə şkoya etdim və bunu da gətirib burada yerləşdirirəm bu hissədə. Və bunu da, bunları da deməli, bunları da seçirəm, kəsirəm, paste, daha doğrusu bu sənəddə paste edirəm və bunu da bir qədər kiçildək, təxminən ondan eyni ölçüdə və bunu da seçib kəsirəm və bu sənəddə paste düyməsini sıxıram. Məsələn, gəlin bunu çəkək bura. Bunu da buraya yerləşdirək və bir qədər də kiçildək. Bu formada bir qədər də kiçildək hətta. Bunlar arasındakı məsafəni də dəyişə bilərik, yəni eyniləşdirə bilərik. Gəlin belə eləyək, deməli, bunu bir qədər bu tərəfə verək. Aha, bunda yəni bitimi də burada olsun. Deməli, biri seçilib, kontrol düyməsini basıb saxlayıb, digərlərində seçirəm və format alət tabında gəlin bunu bağlayaq. Deməli, format alət tabında align əmrinə daxil olur. Buradan distribute horizontal edirik ki, üfüqi formada bərabər olsun və bacarıqlar hissəsində əmələ gətirməyə çalışaq. Bunu da necə edərik? Deməli, belə. Deməli, shapes əmrə daxil olub, buradan blok arka seçirəm, shift düyməsi ilə birgə çəkirəm ki, yəni biz dairə bunu dairə ortasına əlavə edəndə yaxşı yerləşə bilsin. Deməli, bir qədər bunu kiçiltdik ölçüsünü və bunun da səviyyəsini hələlik artıraq. Pink rəngini seçək, konturlarını deməli ləğv eləyək, no outline eləyək və bundan sonra bunun mərkəzində deməli elips fiqurunu seçib mərkəzində Ctrl Shift mouse'un sol düyməsini basıb saxlayırıq. Fikirversiz mərkəzdən başlayaraq deməli bir dairə çəkilir. Bir qədər də düzəlişlər eləmək olar. Gəl birinci konturlarını silək və bu rəngini boz eləyək. Bu formada hətta qane yenə də etməsə bizi daha görürük ki, tam olaraq qane etmir. Cüzi bir qədər böyüdə edə bilərsiniz. Belə. Bundan sonra deməli belə bir şey edirik. Boz dairəni seçdik, kontrol düyməsini basıb saxlayıb pink. Yəni gəlin yaxınlaşdırıb göstərim. Uzaqdan belə aydın görsənmir. Deməli bu obyekti seçdim, kontrol düyməsini basıb saxlayıram. Blok arc obyektini də seçirəm, yəni ikisini də seçmək lazımdır. Format alət tabında qrup əmrini sıxıram ki, bunlar qruplaşsın və bundan sonra bunları Ctrl Shift mouse'un sol düyməsi ilə belə artırıram. Artırdıqdan sonra birini seçirəm, Ctrl düyməsini basıb saxlayıb digərlərini də seçirəm. Mouse'un sol düyməsini onların üzərində vuraraq və align əmrinə daxil olub buradan distribute horizontal əmrini seçəcəyik ki, üfüqi formada bərabərləşsin və üçü də seçilib zaten Ctrl Shift mouse'un sol düyməsi ilə basıb saxlayaraq aşağıya doğru çəkəcəyik. Bir qədər donma baş verdi. Açılsın, əks olunacaq. Yəni bir daha göstərim. Çünki donduğuna görə bəlkə də aydın başa düşmədiniz. Əməliyyatı ləğv edirəm. Baxın, bunlar üçü seçili halda Ctrl Shift mouse'un sol düyməsini basıb saxlayaraq çəkirsiniz aşağı. Yenidən təəssüf ki, biraz donma oldu. Bu formada və bu dairələri də seçib normalda bir daha deyim, bunu seçdikdə bu bütöv seçilir, çünki qruplaşdırmışıq. Bir dəfə də vurmaq lazımdır ki, yəni dairə seçilsin. Format alət adına giririk. Sheffield'dan Picture adlı hissəyə daxil olur. Burada
online picture əmrinə vururuq və tutaq ki, məsələn, burada nəqs olunub. Təbii ki də biz qrafik dizaynerə aid olan bir CV hazırlayırıq. Təbii ki, ola bilər, sizdə peşə fərqli ola bilər. Yəni, o sahəyə uyğun proqramları burada qeyd edəcəksiniz. Hər halda mən bunun yolunu sizə göstərirəm ki, yəni, ümumən biləsiniz, sadəcə proqramlar fərqli olacaq. Məsələn, bunlar kompüter proqramlarıdır. Məsələn, bu Corel Draw proqramının logosudur. Buraya yazıram Corel Draw və yazıram Corel Draw və boşluq logo yazıram. Enter düyməsini sıxıram. Axtarış şeyləri ola bilər. Sizdə bunlar başqa proqramlar olsun, Office proqramları ola bilər, Word, Excel, PowerPoint və s. Yəni bu sözü yazıb ardınca boşluq logo qoyacaqsınız və həmin belə deyək, logo üzərində sol düyməsini 2 dəfə vurursunuz. Həmin dairənin içərisinə əlavə olunur və yenə eyni üsul ilə digərlərini də buraya daxil edirsiniz. İkinci bizdə nədir? Adobe Illustrator'dır. Yazırıq Adobe Illustrator, logo yazırıq, enter düyməsini sıxırıq. Bundan sonra yenə bu logonun üzərində mouse sol düyməsini 2 dəfə vururuq. Aha, bu formada digərində seçirik yenə Shape Fill, Pictures, Online Picture, Adobe Photoshop'dur. Məsələn, yazıram burada Photoshop, boşluq logo yazıram, enter düyməsini sıxıram və burada da məsələn bunun üzərində sol düyməsini 2 dəfə vururam. Bu formada əlavə edə bilərsiniz. Həmçinin bu AutoCAD-dır, 3D Max, SketchUp proqramlarıdır. Yəni eyni üsul ilə siz də əlavə edə bilərsiniz. Yəni hər dəfə Shape Fill, daha sonra Pictures, sonra da Online Pictures kesidlərini edib müvafiq olaraq proqramın adını yazaraq və ardınca logo sözünü də yazıb axtarışa verib və çıxan nəticə üzərində sol düyməsini 2 dəfə vuraraq əlavə edə bilərsiniz. Ümid edirəm ki dərsi bəyəndiniz. İndi mən ümumən burada yolları göstərirəm. Yəni rənglər qalıb sizin öz zövqünüzə uyğun tətbiq edə bilərsiniz. Çalışın elə rənglər də seçin ki, yəni belə deyək, təyinata uyğun olsun. Yəni çox şit, göz yoran rənglər də seçməyin. Yəni normal səviyyədə ən azından əks olunsun. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Növbəti video dərslərdə də bunun kimi başqa CV nümunələri üzrə video dərs olacaqdır. Takibdə qalın. Hələlik sağ olun.